70-ci ildə mən balıqçılıq texnikumuna girmişdim, balıqçılıq texnikumuna. Onda oradan əskəriyə aparmırdılar. Mən də musiqiçiyəm. Yəni ki, mən əskər getdim, ola bilər düşərəm uzaq bir ölkəyə, zadam, musiqadan uzaqlaşaram. Mən musiqini çox sevmişəm. Əskər getməmək üçün gittim, girdim balıqçılıq texnikumuna. Elə tezə gülmüşdüm. Dedilər ki, Leningrada gedəcək 20-25 nəfər, orada nə deyirlər o, gəzməyə aparırlar, belə ekskursiya kimi aparırlar texnikumdan. Buradan qalxanda da 4 nəfər olduq ki, söz qoyduq ki, biz 4 nəfər bir yerdə olacaq bu 20-25 günü orada. Mehriban da, burada da mehriban idi, orada da mehriban olaq. Poyuzda da mehriban olaq, hər bir yerdə mehriban olaq. Çatdıq Moskvaya, dedilər ki, bəs bir gün Moskvada qalmalı olacaq, səhər çıxacaq Leningrada. Getdik Rusiya qəssinin restoranına, çörək yeməyə, biz 4 nəfər. Hökümən bu uşaqlar dedi ki, Ayasına, zakası sən verəcəksən. Dedim, yaxşı, mən rusca bilmirəm, mən nətər verəcəm bu zakası? Yox, sən verməlisən. Yox, bax, sunum xərcin zadını mən verirəm, ancaq zakası süz verir. Yox, sən verəcəksən zakası. Mən də rusca bilmirəm, çağırdım elə beləncəyə, az dedi suda. Что хорошо кушать есть. Dedim, menü tam. Dedim, ya menü не знать, да? Что хорошо кушать есть, скажи. Bu başladı böyle yeməklərin adını deməyə, şarko, piviştings, davğa, böyle yeməkləri neçə cürə sayır. Elə salyanka eşitmişdim ki, dedi salyanka. Dedim, eydik, mən tanıdığı salyanın olmağımı. Onda gördüm ki, eydikdən bir gülmək çıxdı. Bu hırsılar da gülmək, dedim, nə olub sizə, mən nə dedim ki? Bu indi afisiyant başa düşmür bunlar, niyə gülür? Başa saldılar ki, bəs bunun əslisi salyanlıdır. Siz də dediniz ki, salyanka yemək adıdır.